Gəlin bir anlıq düşünək. Hamımızın həyatında fəth etmək istədiyi bir dağ var, elə deyilmi? Bəlkə bu yeni bir iş qurmaqdır, daha sağlam münasibətlərdir, ya da sadəcə daxili bir rahatlıq tapmaqdır. Yaxşı, bəs sizə desəm ki, qarşınızdakı ən böyük, ən sıldırım dağ elə özünüzsünüz. Brianna Wiest'in Dağ Sənsən kitabı məhz bu sarsıdıcı, amma eyni zamanda da çox gücləndirici həqiqətdən bəhs edir. Bu sual yəqin ki, çoxumuza tanış gəlir. Planlar qururuq, məqsədlər qoyuruq, amma sonra nəsə alınmır. Təxirə salırıq, şübhə edirik, elə bil özümüz öz yolumuza daş qoyuruq. Bilin ki, bu sadəcə tənbəllik deyil. Bugün biz birlikdə araşdıracağıq ki, bu görünməz qüvvə əslində nədir və ən əsası niyə mövcuddur? Baxın, Brianna Wiest'in ortaya atdığı əsas fikir əslində çox güclü bir metaforaya əsaslanır. O deyir ki, həyatda aşmağa çalışdığımız o çətin dağ bizim işimiz, pulumuz və ya münasibətlərimiz deyil. O dağ bizim daxilimizdədir. Yaxşı, bəs bu daxili dağ tam olaraq nədən ibarətdir? Gəlin birbaşa məsələyə keçək və anlamağa çalışaq. Bu daxilimizdəki dağ nədir axı? O, nədən yaranıb və bizim həyatımıza necə təsir göstərir? Deməli, kitab deyir ki, bu dağ sadəcə bizim arzuladığımız həyatla aramızdakı o böyük blokdur və bu blok ziddiyyətli ehtiyaclarımızdan yaranır. Məsələn, bir tərəfdən şuurlu olaraq deyirik ki, mən uğurlu olmaq istəyirəm, amma beynimizin dərinliklərində başqa bir ehtiyac var. Uğursuzluqdan qorxmaq və ya rahatlıq zonamızı tərk etmək istəməmək. Bax, məhz bu daxili çəkişmə bizim o dağımızı yaradır. Həyatda bəzi çətinliklər olur, keçir gedir. Amma əgər eyni səhvləri təkrar edirsinizsə, məsələn, həmişə eyni tip toksik insanları həyatınızda çəkirsinizsə, ya da karyeranızda illərdir eyni yerdə dayanıb qalmısınızsa, onda bilin ki, bu artıq təsadüf deyil. Bu, sizin daxili dağınızın, necə deyərlər, güzgüdəki əksidir. İndi isə gəlin o dağın, belə deyək, tikinti materialına baxaq. Hamımızın çox yaxşı tanıdığı bir şeyə, özünü sabotaj etməyə. Amma kitabın bu mövzuya yanaşması inanın ki, sizi çox təəccübləndirəcək. Baxın, biz adətən nə düşünürük? Özümüzü sabotaj edəndə deyirik ki, mən zəifəm, məndə iradə yoxdur, bəlkə də özümə nifrət edirəm. Bu köhnə yanaşmadır, amma kitab bizə tamamilə yeni bir pəncərə açır. Deyir ki, yox, özünü sabotaj etmək əslində şuuraltımızın bizi nədənsə qorumaq üçün bir cəhdidir. Bir növ yöndəmsiz bir müdafiə mexanizmidir. Bu stat məncə hər şeyi yerinə qoyur. Yəni, biz özümüzə düşmən kəsilməyə çalışmırıq əslində. Özümüzü qorumağa çalışırıq. Sadəcə bunu çox yanlış bir yolla edirik. Yaxşı, bəs bu qorunma real həyatda necə olur? Gəlin konkret misallara baxaq. İlk baxışdan çox qəribə səslənir, bilirəm. Məsələn, düşünün, bir insan əslində özü ilə tək qalmaq, özünü kəşf etmək istəyir, amma bunu şuurlu şəkildə dərk etmir. Və nəticədə bilmədən münasibətlərini pozur ki, o istədiyi təkliyi əldə etsin. Və ya başqa bir misal, bir rəssam düşünün. Cəmiyyət ona deyir ki, get ofisdə işlə, bu uğurdur. Amma o, içindəki yaradıcılığı qorumaq üçün şuuraltı olaraq işində səhvlər edir, uğurdan qaçır. Hətta bəzən həqiqi duyğularımızı göstərməkdən, zəif görünməkdən o qədər qorxuruq ki, özümüzü tənqid etməyə başlayırıq. Görürsünüz, hamısı fərqli ehtiyacları ödəmək üçün yöndəmsiz cəhdlərdir. Yaxşı, əgər özümüzü sabotaj etməyimiz daxili ehtiyaclarımıza bir işarədirsə, bəs biz bu ehtiyacları necə tapa bilərik? Cavab, çox vaxt qaçdığımız, üzləşmək istəmədiyimiz bir yerdədir. Bizim o mənfi, narahat edici hisslərimizdə, yəni tətikləyicilərimizdə. Kitabın bəlkə də ən güclü fikirlərindən biri budur. O negativ hisslər, o qəzəb, o qısqanclıq. Onlar bizim düşmənimiz deyil. Onlar bir mesajdır. Bədəninizin sizə göndərdiyi siqnallardır. Eyni ilə fiziki ağrı kimi. Ağrı bizə deyir ki, bax, burada bir problem var. Emosiyalar da eyni ilə ruhumuzun dərinliklərindəki problemlərə işarə edir. Məsələn, gəlin qəzəbi götürək. Qəzəb sadəcə bir partlayış deyil. Qəzəb sizə göstərir ki, bax, sərhədlərin harada pozulur, harada yox deməlisən. Bəs qısqanclıq? Biz ona həmişə pis bir şey kimi baxırıq, amma əslində o bir kompasdır. Sənə həqiqətən nəyə arzuladığını, ürəyinin dərinliklərində nə istədiyini göstərir. Və peşmanlıq, o bizi keçmişə bağlayan bir yük olmalı deyil. Əksinə, peşmanlıq gələcək üçün bir bələdçidir. Sənə növbəti addımda nəyi fərqli etməli olduğunu pıçıldayır. Yaxşı, başa düşdük.
Deməli, hisslərimiz bir mesajdır. Amma bu mesajları düzgün oxumaq və onlara doğru reaksiya vermək üçün bizə nə lazımdır? Kitaba görə cavab çox aydındır. Emosional zəka. Emosional zəka, yəni EQ, bu sadəcə kədərlənib sevinmək demək deyil. Bu hisslərini anlamaq, onların kökünün haradan gəldiyini tapmaq və onlara instinktiv ani reaksiya vermək əvəzinə şuurlu bir şəkildə cavab vermək bacarığıdır. Ən yaxşı tərəfi də odur ki, bu anadan gəlmə bir istedad deyil, hər kəsin öyrənib inkişaf etdirə biləcəyi bir bacarıqdır. Və baxın, bütün bu hissələri birləşdirən əsas fikir budur. Kitab deyir ki, özünü sabotaj etməyin kökündə məhz emosional zəkanın aşağı olması dayanır. Yəni bu bacarığı inkişaf etdirmək, o daxilimizdəki dağa dırmanmaq üçün ən vacib alətimizdir. Bəs bu bacarığı necə inkişaf etdirək? Kitab çox sadə, praktik bir 3 addımlı proses təklif edir. Birincisi, aydınlıq. Dayanın və özünüzdən soruşun. Mən indi həqiqətən nə hiss edirəm və niyə belə hiss edirəm? İkincisi, hissləri təsdiqləmək. Yəni, özünüzü qınamaq yerinə, bəli, mən indi qəzəbliyəm və bunun üçün səbəbim var demək. Və üçüncüsü, düzəliş. Bu hiss mənə nə demək istəyir? Gələcəkdə bu vəziyyətlə qarşılaşsam, nəyi fərqli edə bilərəm? Bu, reaktiv olmaqdan proaktiv olmağa keçiddir. Amma gəldik ən vacib dərsə. Emosional ustalığın zirvəsi nədir bilirsinizmi? Hərəkətlərinizi hisslərinizdən ayırmağı bacarmaq. Yəni, idman etməyə həvəsiniz olmasa belə, durub etmək. O vacib işi görməyə motivasiyanız olmasa belə, başlayıb etmək. Çünki əslində hərəkətə keçmək üçün motivasiyanı gözləmək lazım deyil. Hərəkət özü motivasiyanı yaradır. Bu, həqiqətən də hər şeyi dəyişir. Beləliklə, daxilimizdəki dağı anladıq. Onun nədən yarandığını, yəni özünüz sabotajı öyrəndik. Və ona dırmanmaq üçün ən vacib alətin emosional zəka olduğunu gördük. Yaxşı, bəs bütün bu səfərin son məqsədi, son dayanacağı nədir? Məqsəd heç də bizim düşündüyümüz kimi o dağı məğlub etmək, onu yerlə yeksan etmək deyil. Əsl məqsəd tamamilə başqa bir şeydir. Və bu mövzunu kitabın ən güclü, ən yadda qalan statı ilə yekunlaşdıraq, sonda idarə etməli olduğun dağ deyil, özünsən. Yəni bütün bu mübarizə xaricdəki bir maniyəni aşmaqla bağlı deyilmiş. Bütün məsələ öz daxili dünyamızı anlamaq, öz hisslərimizi, reaksiyalarımızı idarə etməklə bağlıymış. Fəth edilməli olan dağ deyil, özümüzük.